Hər vaxtınız xeyir dostlar, xoş gördük sizi kanalımda. Necəsiniz, nə var, nə yox. Bu günləri Dünya Çempionatının yarım final oyundayıq. 4 komanda qalıb. Bu günləri Fransa, İspanya oyundayıq. Sabahdakı İngiltərə, Argentina oyunu olacaq. İlk oyun bu günləridir. Fransa ilə İspanya oyunu. Necə deyirlər, erkən finaldır əslində. Yəni iki ən güclü klublardan ikisidir, ən güclü klublardan ikisidir. İngilislər, Argentina bunlar da güclü klublardır, amma onlara baxanda biraz daha Fransa daha güclüdür bu 3 klubdan. Bu günləri inşallah maraqlı bir oyun olar. Yəni yarım finala yaraşan bir oyun olar. Əslində finaldır bu. Və İspanya qələbə qazanar. İspanya qələbə qazanmağını istəyirəm çünki bir İspan azarkeşi olaraq İspaniyanın qələbə qazanmağını istəyirəm, amma fikrimcə Fransa qazanacaq, amma İspanya qazansa daha yaxşı olar. Ona görə də İspaniyaya görə bu mən tepki videosunu çəkirəm. İnşallah İspanya qazanar. Çünki Fransa çox güclüdür. Həqiqətən hücum xətti demək olar ki, bu dəqiqə milli komandalar arasında ən güclüsüdür. Nə İngilisi, nə Argentinası, nə İspaniyası, nə obursu, bubursu heç biri. Fransızların həqiqətən də çox güclü komandası var. Əsasən də yəni ön xəttdə, irəlidə ən güclü oyunçular var. Mbappe, Dembele, Olise. Görə İspaniya bu gün nə edəcək? Lamine Yamal özünü göstərə bilmir, zədədən qayıdıb. Nico Williams zədəlidir, az oynayır. Oyarzabal heç oyunda yoxdur, hücumçudur, 4 qolu var, amma oyunda yoxdur. İspaniyanın da orta xətti biraz güclü. Pedri ümumiyyətcə yoxdur. Pedri yaxşı orta saha oyunçularından da, orta oyunçulardan da, yarım müdafiənin, amma dünya çempionatında yoxdur Yamal kimi. İndi görə bu günləri İspaniya bu oyunçular, yəni özünü göstərə bilməyən oyunçulara görə bu oyunda özlərini necə göstərəcəklər? Yəni obursu rəqiblərdən deyil Fransa. Ona görə də burada səhvə də yer yoxdur. Çünki burada ucuzan gedir. İnşallah elə 90 dəqiqədə İspaniya oyunu həll edir. Çünki 90% demək olar ki, bütün şərhçilər, yorumçular, nə bilim, futboldan başı çıxanlar hamının Fransanın qazanacağını düşünür. Çünki Fransa çox güclüdür. Mən də elə düşünürəm, amma yenə də 50-50 mən deyirəm. Çünki İspaniyada belə çox belə necə deyirlər, göz ardı ediləcək ki, komanda deyil. Nə qədər də yaxşı oynamasalar, Yamalı, Nico Williams'ı falan filan. Amma yenə də İspaniya çox güclüdür. Yəni topla çox oynayacaq yenə də fikrimcə. Ona görə də biraz fransızları biraz hövsələdən çıxarda bilər bu topla oynama. Ki açıq oyun olacaq mənim fikrimcə. Fransa çünki hücum oynayan komandadır. O birisi komandalar kimi deyil. Boşluqlar verə bilər İspaniya üçün. İndi oyunda görəcəyik. İnşallah qələbə qazanar, maraqlı oyun olar. İspaniya finala çıxar. Finaldakı sabahki rəqibi inşallah gözləyər. Oyun başlayır dostlar. Oyuna keçməmişdən qabaq kanalıma abunə olun, videolarımı bəyənin. Çünki bəyənmə yoxdur, izlənmə çox azdır. Əvvəl biraz daha yaxşıydı, amma 4-5 oyunda çəkirəm, nə izlənmə var, nə bəyənmə var, nə abunə var. Əksinə abunələrim düşür. Videolarımı bəyənin, yorumlarınızı yazın, fikirlərinizi bildirin və bildirimləri açın. Oyun başlayır dostlar, keçək oyuna. Görək necə maraqlı görə oyun olacaq, yoxsa mənim fikrimdə daha maraqlı oyun olacaq. Keçək oyuna dostlar. Oyunun 15-ci dəqiqəsidir. Fransa kontra-ataklarda həqiqətən də çox sürətlidir. Çox sürətli çıxır kontra-ataklara. Burada da Mbappe ilə gəldi təhlükə. Söz yox, İspaniya müdafiəsi buraxmadı, korner oldu. Amma kontralarda çox təhlükədir. Ona görə də ehtiyatlı olmaq lazımdır. İspaniya hücuma çıxanda arxanı çox boş buraxmamalıdır. Buraxdığı an, yəni Fransa çox təhlükəli gələcək və yəni, çox ciddi təhlükə olacaq, gol da olacaq hətta. Ona görə də ki, arxanı biraz yox, heç boş buraxmaq lazım deyil. Çünki uzun paslarla, Dembele'nin uzun pası Mbappe'yə dəqiq pası. Yoxsa müdafiəçilər orada çata bilirlər. Yoxsa başqa vaxtda çox müdafiə boş qalsa, bu dəfə müdafiə çata bilməyəcək. Bu dəfə yaxşı qurtardı. Penaltı!
Penaltı. Penal. Lamine Yamal'a qarşı sərt oyun penal. Bir dənə baxaq, təkrara baxaq. Penal. Baxaqlar, görə penal var yoxsa yox. Burada topu saxlayamadı. Lukadin, o penal da bu boş. Qoydu təpi ilə Yamala. Penal, penal, təmiz penal. Təmiz penal. Bir dənə bunu qol vur. Lukadin sarı kart verdi, Lukadin. Ver Rodri vursun da Rodri. Kimdi top yedi? Bayan adı kimdi bu? Ve Oyarzabal. Oyarzabal güzel topu. Sen vura bilmedin var. Sana yani getdin de sen var yok getdi. Hadi Oyarzabal. Hadi Oyarzabal. Oyarzabal. Gol! Oyarzabal. Oyarzabal. 1-0. Bu. 22-ci dəqiqə Fransa 0, İspanya 1. Və yaxud da İspanya 1, Fransa 0. Fərq eləmir. Oyarzabal'ın 5-ci qolu bu çempionatda. Oyun çox sakit gedirdi. İki komanda da yəni şeylə oynayırdı. Sakit, ehtiyatlı. Nə Fransa, nə İspanya çox boşluqlar vermirdi müdafiədə. Amma bu qola penala yaxın 1-2 dəqiqə Fransa daha təhlükəli oynadı. Bunu deməli, amma qapılara zərbə yoxdur. Yəni təhlükəli oynadılar, kontra-atak falan filan, müdafiənin çıxartması. Ondan sonra burada penal oldu və qol olmağı daha yaxşı oldu. Oyun biraz da qızışacaq. Fransa daha çox gəlməyə başlayacaq. Onda da İspanya boşluqlar Fransa'nın müdafiəsində boşluqlar tapa bilər. Tapıb ikinci qolu vura bilər. İndi görək oyun necə gedəcək. Fransa'da artıq 2 sarı kart var. Biri Lukadin, biri də ki Rabiot. İspanların yaxşı şansı oldu. Lamine Yamal burada zərbə özü vurmalı idi qapıya, amma ortaya pas verdi. O da müdafiədən qayıtdı. Korner. Müdafiədən qayıtdı. Oyunun 39-cu dəqiqəsidir artıq. Bir dənə də dəqiq şans İspanya adına. Orada məncə Yamal qapıya vursaydı qol ola bilərdi, amma sağ ayağındaydı. Yamal'ın ona görə bəlkə də pasız verdi. Oyarzabal'ın zərbəsi də müdafiədən qayıtdı. Bəlkə də qol ola bilərdi. Mekmenyanın səhvi idi Fransa qapıçısı. Məncə bu oyunda belə oynasa Mekmenyan səhv eləyəcək. Yəni böyük bir səhv eləyəcək. İnşallah da eləyəcək. Oyunun artıq 39-cu dəqiqəsidir. İspanya 1-0 öndədir. Qoldan sonra mən gözləyim ki Fransa daha belə sürətli, təhlükəli gəlsin, amma İspanya hələ ki buna icazə vermir müdafiədə. Müdafiədə daha yaxşı oynayır İspanya hələ ki bu dəqiqəyə kimi, 39-cu dəqiqəyə kimi. Oyun belə bitsə, ilk hissə belə bitsə, ikinci hissədə Fransa mənim fikrimcə daha sürətli başlayacaq. Təşqapı da ola da bilər ikinci hissə, çünki o birisi oyunlarında da görmüşdük ki Fransa birinci hissəni məğlub tamamlayanda və yaxud da bərabərə qalanda ikinci hissələri çox təhlükəli oynayır, çox ancaq Fransa oynayır. Ona görə də ki ikinci hissədə belə ola bilər. Amma İspaniyada o oynadığı komandalar deyil. Buna icazə də verməyə bilər. İcazə də versə daha təhlükəli olacaq, çünki İspaniyanın biraz müdafiəsi zəifdir. Hələ ki buna icazə vermir, yaxşı oyun gedir. Amma o epizodu məncə Yamal özü vurmalı idi. Vursaydı qol ola bilərdi. Burada müdafiə... İlk hissə bitdi dostlar. İlk hissə Fransa 0, İspanya 1. Qoldan sonra İspanya Fransaya oynamağa şans vermədi. Yəni təzyiqləri artırmağa qoymadı. Pasları ilə, əsəbləri pozmaqla, geriyə pas, orta xəttə pas, geriyə pas, orta xəttə pas, qapıçıya pas. Bir dənə də şansı oldu ikinci qolu vurmağa. Onu da dəyərləndirə bilmədi Oyarzabal. Məncə Yamal vursaydı bəlkə də qol ola bilərdi. İkinci hissəyə məncə Fransa daha sürətli, daha preslə başlayacaq. İkinci hissədə görüşərik dostlar.
Qaşapa. Vur. Gol! Porro! Pedro Porro! Pedro Porro 2-0. İkinci gol. Bu. Pedro! Pedro! Bu. 2-0. 2-0. 2-0. Hani bu təriflədikləri Fransa? 99% Fransanın finalda olacağını, kuboku alacağını deyənlər. Ola bilər. Hələ 59-cu dəqiqədir. Amma 2-0'dır. Hər şey ola bilər. Bundan sonra Fransa üçün risk başlayır. Qabağa çıxmaq başlayır və İspaniyanın kontrada tutma şansı var. Burada 2-0. İndi baxaq görə ofsayt yoxdur. Ofsayt yoxdursa 2-0. 2-0. Burada alana offside qaqaş. Ana offside. 2. Şəplə. Hani fransızlar? Fransızların səsi gəlsin. Fransızların səsi gəlsin. Qaqaş İspaniya. İspaniya inşallah ikinci ulduz gələcək bura. Bu. İndi risk başlayır Fransa üçün bu dəqiqədən sonra. Artıq 60-cı dəqiqə olur oyunda. Çünki Fransa 2-0'dır. Artıq risk eləməlidir, qabağa çıxmalıdır və İspaniyada kontrada tuta bilər burada. Burada kim girməlidir? Bayana çıxmalıdır, Nico Williams girməlidir. Söz yox, zədədən təzə qayıdım, amma Nico Williams girməlidir kontrada tutmaq üçün sürəti ilə. Əla. 2-0. Üçüncü gol gəlirdi, offside. Üçüncü gol gəlirdi, offside. 3-0 offside. Bu şanslar olacaq İspaniya üçün. Bu şanslar olacaq İspaniya üçün. Çünki Fransa gol vurmalıdır. Hesabı azaltmalıdır. Çünki 2-0'dır. Amma offside göstərmədi. Bir dənə offside göstərsəydi. 3 olsaydı var ha. Demək olardı ki, hər şey bitirdi. Qəşən də çəkdi amma. Burada offside var. Var. Bülət. Sayılmadı bu ya. Ayla. Ebe olacaq, gələcək inşallah üçüncü. Çünki boşluqlar verəcək Fransa. Təhlükə 67-ci dəqiqə Mbappe. Bu da şeydən qayıtdı, Kureyadan, qapıya gedirdi. Kureyadan qayıtdı, ikincidən zərbə. Təhlükə başlayır. Bir dənə kontrada tutdu, bir dənə də vursan 3-0. Bəslik o qutarsın oyun. Bir dənə buraxmayın. Bıraxma Due. Qəşən müdafiədə. Çıxart da. Çıxardın da. Qəşən Simon. Unai Simon. Sakit. Hara vursan? Qapıcı! Qapı boşdu! Qaşa, Unai Simon, nə edirsən? 81-ci dəqiqədir. Az qalıb, eləmə belə şeylər. Vura bilmədi ya. Biraz ləngitdi Desire Doué həqiqətən də. Düz başı ilə Desire Doué'yə verdi pası. Ləngitdi Unai Simon, qaşa. Vaxt getdikcə daha da təhlükəli gəlməyə başlayır, amma 90 dəqiqə 2-0 olsa qaşan heç nə yoxdur, təmiz. Oynayın da bu bir nəfər uzanıb yerə saxlamır, buraxma. Çıxart qaşan. Gəl, qoyma, gəl. Ne oldu? Bak hala. Bak hala.
ve bitti. İspanya finalda. Fransızlar bay bay. 2-0 İspanya qələbə qazandı ve finala çıktı. Finaldakı rəqibini gözləyir sabah. İngiltərə Argentina oyununda biləcək. Fərq eləmir kim gəlsin. İspanya bugünkü oyunu finalda da oynasa inşallah ikinci dünya çempionu kuboku İspaniyanın olacaq. Qəşəng oyun, fransızlara imkan vermədilər oynamağa. Sona yaxın Dembele ilə qapıya 2 dənə zərbəsi var və ümumilikdə 3 dənə zərbəsi və İspaniya bu günləri təmiz qələbə qazandı və finala çıxdı. Bu 2-0. Bu kadar dostlar. Videomuz bitir. İnşallah final oyununda ayın 19'u gece saat 11'de. Final oyunda inşallah görüşeriz. Sağ olun. Kanalıma abone olun. Videolarımı beğenin. Yorumlarınızı yazın. Sağ olun dostlar. Görüşeriz.